Every successful student needs a strong support system and effective teaching methodology. Müasir tədris yanaşmaları və şagirdlərlə göstərilən akademik dəstək mexanizmi haqqında danışmaq üçün səhnəyə dəvət edirik. Deputy Director for Education Affairs, Miss Gülnisə Məmmədzadə. Hörmətli İstanbul Liseyinin rəhbərliyi, həmkarlarım və çox əziz, çox dəyərli valideynlər. Hər birinizi xoş gördük. Xüsusən valideynlərə təşəkkür edirəm. Bugün dəvətimizi qəbul edib gəldiyinizə görə hər birinizə minnətdaram. Məndən öncə artıq həmkarlarım bir çox məsələlərə toxunub, amma Azərbaycan bölməsinin burada kifayət qədər çox valideyni var və hər kəsin ola bilər ki, sual olsun. Məndən öncə deyilməyən bir neçə məsələyə toxunmaq istəyirəm. Missiya və vizyonumuz, Səmaya xanım artıq bunu açıqlayıb, vaxt almayım. Tədris yanaşmamız. Aytaç xanımın da qeyd etdiyi kimi, Azərbaycan və Rus bölməsində bilirsiniz ki, əsas proqram yerli milli kurikulumdur. Yəni, bizim əsas proqramımız Dövlət Məktəbinin də tətbiq etdiyi milli kurikulum. Amma biz bununla yanaşı fərqimiz odur ki, biz beynəlxalq məktəb olduğumuza görə Cambridge proqramını da tətbiq edirik. Cambridge proqramı nədir? Bilirsiniz ki, Cambridge proqramının əsas iki fənni var. Bu, English və Maths fənləridir. Yəni, İngilis dili və riyaziyyat. Bəzən valideynlər bunu İngilis dilində riyaziyyat kimi başa düşür. Amma bu bizim riyaziyyat deyil. Bu, fərqli bir proqramdır. Maths proqramıdır. Cambridge proqramıdır və biz bunu eyni dərsliklərdən Azərbaycan və Rus bölməsində də tətbiq edirik. Və saatlarda kifayət qədər var. Cambridge proqramı bizə nə verir? Cambridge proqramı beynəlxalq səviyyədə bilik və bacarıqların inkişafını təmin edir ki, bu yanaşmada şagirdləri həm yerli, həm də beynəlxalq təhsil imkanlarına hazırlayır. Çünki bizim Azərbaycan bölməsində təhsil alan bir çox şagirdimiz universiteti bitirdikdən sonra xarici universitetlərə başvururlar, xarici universitetlərə qəbul olurlar. Buna görə də bu fənlər onların qəbul prosesində çox böyük rol oynayır. Niyə valideynlər bizi seçir? Bu sualın bir punktunu artıq açıqladım. Bizdə milli kurikulumla yanaşı beynəlxalq Cambridge proqramı da tədris olunur. İkinci, İngilis dili fənni. Mən bilirəm ki, bütün valideynlərin əsas gözləntisi liseydən bu İngilis dilinin inkişafıdır. Məncə, Bakı İstanbul Liseyi bu sahədə kifayət qədər sözünü deyibdir. Bakı İstanbul Liseyinin Azərbaycan, Rus və Türk bölməsində təhsil alan şagirdlər, İngilis bölməsində təhsil alan şagirdlərlə demək olar ki, həmən eyni dil səviyyəsinə malikdirlər, yəni İngilis dili səviyyəsinə malikdirlər. Biz bunu necə təmin etmişik? Biz İngilis dili fənnini dövlət proqramı ilə deyil, biz bunu səviyyə qrupları ilə təmin etmişik. Yəni, Cambridge proqramını dil səviyyələri üzrə qruplaşdıraraq şagirdləri o formada tədris edirik. Məsələn, sizin övladınız 5-ci yaxud 6-cı sinifdə oxuyur. Ola bilər ki, dil səviyyəsi, İngilis dili səviyyəsi öz sinif yoldaşları ilə eyni deyil. Kimində yüksəkdir, kimində orta, kimində başlanğıc səviyyədir. Ona görə də bu uşaqlar digər sinifin şagirdləri ilə birləşir. Məsələn, 5-ci sinif digər paralel 5-ci və yaxud 6-cı sinifin şagirdi ilə eyni dil səviyyəsində dərsdə oturur. Orta səviyyədə olan şagird isə digər qrupda, daha dil səviyyəsi yüksək olan şagirdlər isə başqa bir qrupda. Bu qrupların olması şagirdlərin İngilis dilinin inkişafına xeyli kömək olur. Çünki artıq biz bunu 6 ilə yaxındır ki, tətbiq edirik və həqiqətən də çox nəticəsində uğurla görürük. Digər ev tapşırıqları liseydə yerinə yetirilir. Bəli, biz ev tapşırıqlarını liseydə yerinə yetirilir. Nəyə görə? Şagird səhərdən axşam saat 5-ə qədər buradadır və demək olar 4-ə qədər də dərs prosesidir. Amma, məsələn, 8-ci siniflərdən danışacağım, bu 8-ci siniflərə aid deyil. Çünki biz 8-ci siniflərdə Predim proqramını tətbiq edirik. Predim nədir? Bilirsiniz ki, uşaqlar abituriyent məktəbinə keçdikdə 9-cu sinifdə buraxılış imtahanı verəcəklər. Buraxılış imtahanına biz artıq şagirdlərimizi 8-ci sinifdən hazırlayırıq. Yəni, 8-ci sinifin proqramı ilə paralel şəkildə həm də din proqramını tədris edirik. Din proqramı deyəndə nəyi nəzərdə tuturam? Məsələn, 5-ci sinifdən, tutaq ki, 3 fən üzrədir bu, İngilis dili, riyaziyyat və Azərbaycan dili fənlərindən 5-ci sinifdən 8-ci sinifə qədər olan proqramı uşaq həm də 8-ci sinifdə ilə öyrənir.
artıq demək olar 9-cu sinifdə bir xeyli işi yüngülləşmiş olur. Müəllimlərimiz haqqında da deyim, bizim müəllimlərimiz, özünüz də şahidsiniz, müəllimlərimiz imtahan, müsahibə və açıq dərs mərhələlərini uğurla başa vurmuş müəllimlərdir ki, onlar bizdə tədris edirlər. Bir də bu ildən, inşallah növbəti ildən bizim sel dərslərimiz olacaq. Sel dərsləri deyəndə nəyi nəzərdə tuturuq? Sosial, emosional öyrənmə. Şagirdlərin sadəcə akademik, intellektual səviyyəsi deyil, həm də sosial intellektlərini inkişaf etdirəcək bir fəndir ki, biz bunu inşallah növbəti ildən tədris edəcəyik. Qiymətləndirmə sistemi artıq məndən öncə danışdı həmkarlarım. Azərbaycan bölməsində də belədir, monitoring sistemidir. Monitoring yeri gəlmişkən deyim, növbəti həftə monitoring imtahanlarımız olacaq. Mən sizdən xahişim budur ki, övladlarınızı növbəti həftə davamiyyətini çox xahiş edirəm. Davamiyyətləri yaxşı olsun. Biz özümüz bilərəkdən növbəti həftəyə monitoring təşkil etmişik ki, ilin sonunda bilirik ki, davamiyyət zəifləyir. Amma növbəti həftə BSG həm də monitoring imtahanları olacaq. Monitoring imtahanları rüblük və yarımillik olur. İldə 4 dəfə keçirilir. Səmai xanımın da qeyd etdiyi kimi, bir tədris rəhbəri kimi, bölmə rəhbəri kimi heç birimizin məlumatı olmur. Tam şəffaf şəkildə keçirilir. Bunun keçirilmə, belə deyim, məqsədimiz burada sadəcə sizlərə nəticə ötürmək deyil, elə özümüz də bu maraqlıyıq. Çünki bilmək istəyirik hansı müəllimin nəticəsi necədir, hansı şagirdin nəticəsi necədir. Bu da növbəti il bizim planlarımıza bir xeyli kömək olmuş olur. Checkpoint imtahanları. Checkpoint imtahanları Rus bölməsində, Azərbaycan bölməsində də eynən İngilis bölməsindəki şagirdlər necə ki, checkpoint imtahanlarında iştirak edir. Azərbaycan bölməsinin böyük uğurudur ki, Azərbaycan bölməsində təhsil alan şagird beynəlxalq imtahan verir və bu imtahanı 5-ci və 8-ci siniflərdə verir. Bu məcburi bir imtahan deyil, valideyn özü könüllü şəkildə övladını qeydiyyatdan keçirə bilər və yaxud da bizim müəllimlər məsləhət görür ki, filan şagirdlər keçsə yaxşıdır, çünki bilirik ki, o şagirdlər hətta %100 nəticə əldə edə biləcək. Məsələn, bu ilki checkpoint nəticələri açıqlanmayıb, amma ötən ilki checkpoint nəticələrimiz var ki, mən bir neçəsini burada slaydda da qeyd etmişəm, sertifikatları, çox yaxşı da nəticələrdir bunlar. Yəni, Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticəsi demək olar İngilis bölməsinə artıq yaxınlaşır, hətta bərabər olanlar da var. İnkişaf yolu, bəli, biz inkişaf yolunu necə izləyirik? İnkişaf yolunu mən indi digər slaydda akademik nəticələrin izlənməsidir. Bütün fənlər üzrə burada 7A sinifini yerləşdirmişəm, misal üçün, nümunə üçün. Azərbaycan dili və məsələn ədəbiyyat fənləridir. Uşaq diaqnostikdən son imtahan KSG 6 olubdur ki, hələ ki BSG imtahanı olmayıb. Burada uşağın inkişaf dinamikasını izləmək mümkündür. Uşaq hər ayda nəticə irəli gedir, yoxsa inkişafa doğru gedir, yoxsa azalır. Biz bunu özümüz, bölmə rəhbərləri, biz bunu müşahidə edirik, müəllimlərlə bunu analiz edirik. Necə olur ki, burada məsələn kimsə balı biraz aşağı düşürsə necə olur, bu olur və bunun üzərində işlər gedir. Yəni əlavə dəstək də göstəririk şagirdlərimizə. Bu isə monitoring imtahanlarının nəticələrinin izlənməsidir. Məsələn, bu imtahan, aralıq imtahanı 2-ci imtahandır ki, mən nümunə olaraq yerləşdirmişəm. İbtidai sinifdir, 4 fəndən imtahan veribdir və imtahan nəticələri qeyd olunub. Biz bu dinamikanı da, inkişaf dinamikasını buradan izləyirik. Bu da yuxarı siniflər üzrədir. İmtahan verdiyi fənlər aşağıda qeyd olunub. Yerli və beynəlxalq olimpiyadalar, bizim şagirdlər həm yerli olimpiyadalarda iştirak edirlər. Yerli olimpiyada dedikdə nədir? Lütfizadədir, məsələn, məşhur olan olimpiyadaları deyim də, Lütfizadədir, RFM-dir, Respublika Fən Müsabiqəsi, Respublika Fən Olimpiyadası, kifayət qədər şagirdimiz bu il imtahan verdi və çox yaxşı da nəticələr göstərdi. Şəkillər var, hamısını yerləşdirə bilmədik, beynəlxalq imtahanlar da var. Hətta mən bugün bir neçə valideyni bura dəvət etmək istədim və zəng edəndə inanın ki, valideynlərin 50%-i qeyd etdi ki, övladını Kenguru olimpiyadasına bugün aparır. Yəni, bu məni çox sevindirdi ki, bizim şagirdlərin böyük bir hissəsi Kenguru olimpiyadasında bugün imtahan verirlər. Dəstək, şagirdlərə nə dəstəkdir? Biz məktəb olaraq sadəcə akademik dəstəyi göstərmirik. Psixoloji dəstək, fərdi yanaşma, ibtidai sinif müəlliminin və köməkçi müəlliminin dəstəyi var və
tutor dəstəyi, yəni elə sinif rəhbəri. Beynəlxalq məktəb olduğumuza görə bunu bir ekvivalenti olaraq tutorla əvəz eləyirik. Yəni sinif rəhbərinin dəstəyidir. Sinif rəhbəri nə dəstək göstərir? Sinif rəhbəri məktəbdə şagirdin anasıdır, belə deyək. Ona bütün qayğılarına qalır bizim sinif rəhbərləri, şagirdin qayğısına qalır. Onun bir balaca, o biraz üzündə bir kədər görən kimi əminəm ki, bütün müəllimlər şagirdlərinə məşğul olur. Bu elə özü həm valideyni rahat eləyir, həm də şagirdə çox böyük dəstəkdir. Psixoloji dəstək haqqında artıq məndən öncə danışıldı. Valideynlərlə əməkdaşlıq. Valideynlərlə əməkdaşlıq biz il ərzində valideyn iclasları təşkil edirik. Bundan əlavə valideynlərlə WhatsApp üzərindən görüşlərimiz olur, qruplarımız var. Bu ildən inşallah komitə rəhbərləri ilə artıq görüşlərə başlayırıq. Və tutorun, sinif rəhbərinin valideynlərlə əlaqəsi var. Hamı burada bizim liseyin valideynidir. Özünüz heç bunu deməyə ehtiyac yoxdur. Nə vaxt istəyirsiniz, zənginlə sinif rəhbərinə, bölmə rəhbərinə çata bilirsiniz. Bu baxımdan çox əlçatanlıq. Növbəti il üçün özümüzün bir elektron sistemimiz fəaliyyət göstərəcək. Artıq uşaqların istər davranış olsun, istər davamiyyət olsun, istər akademik nəticə olsun, hər birini elektron sistemlə müşahidə eləyəcəksiniz. Elektron sistemə bütün imtahan nəticələrimiz, bütün belə deyim, hesabatımız, hər bir şey orada yerləşdiriləcək. Uşaqların tapşırığından tutmuş, davamiyyətinə qədər, davranışına qədər. Burada da qeyd etdiyim kimi, məqsədimiz şagirdlərə yalnız akademik bilik vermək deyil. Biz onları gələcəyin uğurlu, qlobal fikirləşən fərdi kimi yetişdirmək istəyirik. Bu yolda məqsədimiz də budur. İnşallah ki, bu yolda uğurlu olarıq. Təşəkkür edirəm hər birinizə. Çox sağ olun dinlədiyinizə görə. Xüsusən tədbirinin sonlarıdır, minnətdaram. Çox sağ olun. Bakı İstanbul Liseyi